Salam. 7-ci sinif dərsində qarşılıqların növləri mövzusunun suallarına baxırıq səhifə 72. Deməli, baxaq öyrəndiklərinizi tətbiq edin hissəsinə. Maddələr verib, suda həll olması və halını verib, aqreqat halını, yəni su ilə homogen qarışıq suspenziya və emulsiya əmələ gətirən maddələri müəyyən edin. Homogen qarışıq odur ki, biz o maddələri bir-birinə qarışdırandan sonra adi gözlə və yaxud da mikroskopla görmürük. Suspenziya və emulsiya heterogenə aid bir metod. Suspenziya bir-birində həll olmayan bərk və maye qarışığıdır. Emulsiya isə bir-birində həll olmayan maye qarışığıdır. Homogen, deməli, qlukoza suda həll olur, halı bərkdir. Bu homogenə aiddir. Fikrinizi əsaslandırın deyirsəm, siz burada əvvəlcədən mən dediyim tərif yaza bilərdiniz ki, homogen bir-birində həll olur, və suda həll olur da yaza bilərsiniz. Suda həll olur, adi gözlə və mikroskopla görsənmir. Hissəcikləri görünmür, yaza bilərsiniz belə. Qlukoza ilə su qarışıqda suda həll olduğu üçün görsənməyəcək. Eyni ilə hidrogen xlorid, hidrogen xlorid belə yaza bilərsiniz. Hidrogen xlorid su qarışığı. Su. Bu da homogendir. Benzol, baxın, benzol mayedir, aqreqat halını görürsünüz. Mayedir, suda həll olunur. Bir-birində həll olmayan mayələr, suda həll olmayan mayələrin əmələ gətirdiyi emulsiyadır. Benzol, su, emulsiya aiddir. Kalsium karbonat, baxın, həll olunur və bərkdir. Bərk olub suda həll olunursa, bu suspenziyadır. Bu qarışıq suspenziyadır. Kalium nitrat həll olur, bərkdir. Fərqi yoxdur. Burada maye olsun, qaz olsun, bərk olsun. Əgər suda həll olursa, homogen olacaq. Kalium nitrat, üstəgəl su. Bu da homogendir. Son olaraq sirkə turşusu mayedir, həll olursa, yenə buna da yaza bilərsiniz. CH3COH homogenə aiddir. Üstəgəl su qarışığı homogen olmuş olacaq. Sonra öyrəndiklərinizi yoxlayın hissəsindən birinci suala baxaq. Uyğunluğu müəyyən edin, fikirlərinizi əsaslandırın. Azot və oksigen qarışığıdır. Azot və oksigen qarışığıdır. Azot və oksigen, baxın, N2O2-də düzdür. Uyğundur da buna. Tutaq ki, qırmızılar oksigen olsun, yaşıllar da azot. Yəni 2 dənə azot atomu var, 2 dənə oksigen atomu. Buna aiddir. Amonyak və karbon dioksid qarışığıdır. Amonyak NH3. Karbon dioksid də CO2. Baxın, buradakı bu molekul CO2-yə uyğundur. Mərkəzdəki karbondur, kənardakılar oksigen. Bu isə NH3-ə uyğundur. Oksigendir deyirsə, bu da O2-yə uyğundur. Qırmızılar ya bayaq burada da dedik. 2 dənə oksigen atomudur, gördüyünüz kimi molekul ondan ibarətdir. Cədvəlin hansı sətirlərinə quş işarəsi düzgün yazılmışdır? Qarışıqların tərkibində yalnız bir növ atomu var deyirsə, yanlışdır. Yəni, qarışıqların tərkibində bayaq məsələn su, glukoza, bir növ atomu olmur. Çox ola bilər. Buna yanlışa qoyub, bu düzdür. Biz düzgün yazılanları seçməliyik. A-nı götürək, A düzgündür. Homogen qarışıqlarda qarışığı təşkil edən maddələri gözlə fərqləndirmək olmur. Burada səhvdir, bunu götürmürük. Fərqləndirmək olmur. Suspenziya suda həll olmayan bərk maddə ilə suyun heterogen qarışığıdır, doğrudur. C-ni də götürdük. Etil spirti və su qarışığı emulsiyadır deyirsə, bu səhvdir. Emulsiya deyil. Etil spirti və su qarışığı homogen qarışıqdır. Emulsiya aid deyil. Emulsiya və suspenziya heterogenin növləridir. Bu qədər. Sağ olun.